Salam, hər vaxtınız xeyirli olsun əziz və dəyərli dostlar. Ölkənin bir nömrəli hava səhifəsinin dəyərli izləyiciləri. Hava şəraitinin dəyişilməsi ilə bağlı sizlərə mühüm bir xəbər nəzərinizə çatdırıram. Bugün günün ikinci yarısına etibarən 20 oktyabr ayın tarixini qeyd edeyim. Çox hızlı eski ayın tarixini qeyd eləmirsiniz. 20 oktyabr günün ikinci yarısına etibarən Respublikamızın qərb bölgələrindən başlayaraq hava şəraiti tədricən dəyişiləcək, yağıntılar olması gözlənilir. Respublikanın şimal və şimal-qərb bölgələrində, Bakı, Abşeron yarımadasında və əksər bölgələrdə yağıntıların olması, hava şəraitinin dəyişilməsi gözlənilir. Bu proses ayın 21-i gün ərzində küləklə müşahidə olunacaq və temperatura ötən günlərə nisbətən bir neçə dərəcə aşağı enəcəyi gözlənilir Bakı, Abşeron yarımadası və Sumqayıtda və həmçinin 21-dən keçən gecə prosesin ən pik vaxtıdır. Bu ərəfədə və 22-si səhər saatlarında Bakı, Abşeron yarımadası yağıntıların olacağı, Sumqayıtda yağıntı olacaq. Bəzi ərazidə yağıntılar bir qədər güclü və intensiv olacaq. Xüsusilə yenə də cənub bölgəsi çox güclü yağıntı gözlənilir. Lənkərana, Astaraya və Masallıya çox güclü yağıntıların olması ehtimalının Lerik və Yardımlıya həmçinin və qərb bölgələri, şimal bölgə, bütün bölgələrə demək olar ki, Naxçıvan Muxtar Respublikasına daxil olmaqla nəhayət bütün Azərbaycan Respublikasında yağıntıların olma ehtimalı var. Növbəti soyuq hava kütləsi isə ayın 23-də, qısa müddətli 23-də soyuq hava kütləsi var və 24-25-dən sonra isə ölkə ərazisində bir neçə günlük hava şəraiti isinir, isti hava kütləsi gəlir və ardınca daha sərt kütlə gələcək. Bu barədə məlumat olsa bizi izləməyi unutmayın.